Azərbaycan Dövlət Aqrar Universitetinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Qərbi Azərbaycana qayıdış layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Milli Məclisin deputatları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Professor Mahirə Hüseynova, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, professor müəllim heyəti və fəal gənclər iştirak ediblər. Çıxış edən Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Qərbi Azərbaycana qayıdışın milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, dövlətimiz bu məsələyə xüsusi diqqət ayırır. Daha sonra çıxış edənlər Qərbi Azərbaycana qayıdışın təkcə siyasi deyil, eyni zamanda tarixi və mədəni aspektlərdən də mühüm məsələ olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Qərbi Azərbaycana qayıdış xalqımız üçün milli hədəfdir. Dəyirmi masada iştirak edən digər iştirakçılar çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. Daha sonra Gəncədə İrəvan Xalq Çalğı Alətləri Ansamblının konserti keçirilib. Konsertdə İrəvanda xalq almadı, sonalar kimi Bu qız İrəvanlıdır, Zəngəzur butası, Göyçə gülü və Gümrünün faytonları kimi qədim xalq mahnıları səsləndirilib.